Salam müəllimlər, gəlin kurikulumdan bir sualın izahına baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Uyğunluq dediyinə görə doğrudan doğru, yanlışdan yanlışı seçməliyik. Kreativ ideyaların bir araya gətirilməsi və bölüşdürülməsi baxımından faydalı olan iş üsuludur. Beyin həmləsi doğrudur müəllimlər. Kreativ ideyaları bir araya gətirib və hər kəslə fikrimizi bölüşürüksə, bu beyin həmləsi adlanır. Eyni əşya, hadisə, məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşmanı tələb edir. Elə adı da üzərindədir. Eyni əşya, hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılmasını tələb edir. Doğrudur. Böyük mətni qısa zaman müddətində şagirdlərə mənimsədilməsi baxımından məqsədə uyğundur. Qarşı tərəfdə bunun ziqzaq olduğunu deyir. Doğrudur. Hələ ki bir yanlışımız yoxdur. Az sözdə əsas fikri ifadə edə bilmək bacarığını formalaşdırır və senkveyin doğrudur. Verilən situasiyada müəllimlər yanlış variant olmadı. Verilənin hər biri doğrudur. Və şərtdə bizə uyğunluğu istəyir. Uyğunluq olduğuna görə yanlışın altından heç bir yanlış variantımız yoxdur. 3 ilə 4-ü biz götürə bilmərik. Amma 1 ilə 2 doğrunun altına verilən doğrulardır. Və deməli ki, biz bu variantlarda 1 və 2-ni rahat şəkildə götürə bilərik. Sualın cavabı olacaqdır A variantı.